Belə bir sual paylaşmışdıq. Məntiqi uyğunsuzluğu seçin. Deməli, ulduzun mərkəzində Köroğludur. Köroğludan fikirlər çıxıb. Baxaq görək bunlar doğrudur yoxsa yanlış. Həmzə sadə xalq nümayəndəsi olduğu üçün onun xəyanətini təbii sayır Köroğlu. Doğrudurmu? Xeyr. Əksinə. Sadə xalq nümayəndəsi olduğu üçün Köroğluya daha pis təsir edir onun xəyanəti ki, yəni mən sizin üçün mübarizə aparanda paşalara qarşı, bəylərə qarşı, hakimiyyət nümayəndələrinə qarşı. Amma sən sadə xalq nümayəndəsi olaraq mənim tərəfimdə olmalıyken mənə xəyanət elədin. Deməli, bu fikir yanlışdır. Bütün qollarda atasından danışılır, yanlışdır. Dürat itdikdə tək başına Ballıcaya gedir, yanlışdır. Çünki o Durnat elində tək başına gedir Bağdada. Tək başına deyəndə ki, deyir mən getdim, siz də gəlin. Çünki orada saniyənin də önəmi var idi, dəlilərin həyatı mövzu idi. Amma Ballıcaya niyə gedir? İlxinin dalınca. İlxini Qaraxan öldürməyəcəkdi ki, hamısını belə deyək. Bir atları öldürməyəcəkdi ki, niyə öldürsün? Orada yəni o qədər də tələsmirdi. E variantında niyəsə bunu səhv seçimlərin çoxu eyni seçmişdi. Bağdada xanımlar üçün Durnat eli gətirməyə gedərkən əsir düşür. Bu Köroğluya aid deyil. O biri üç dəliyə aiddir. Ona görə bu da yanlışdır. Həm təvazökarlığının, həm egoistliğinin şahidi oluruq. Bu fikir doğrudur. Deməli, Həmzə söhbətində dəlilər və xanımlar ona etiraz edəndə deyir ki, mən bilərəm. Mən özüm belə istəyirəm, belə də edirəm. Amma Giziroğlu məsələsində o Çənlibeldə Giziroğlunu çox tərifləyir. Olduğundan da artıq tərifləyir. Giziroğlu demişkən özünü olduğundan da aşağı göstərir. Yəni həm təvazökarlığını gördük, həm də egoistliyini. Məntiqi uyğunsuzluğu istəyir. Bütün fikirlər yanlışdır, bir dənəsi doğrudur. Yəni o birisilərə uyğun gəlməyən budur. Demir ha, hansı düzdür, hansı səhvdir. Hamıdan fərqli olan versiyanı tapmaq lazımdır, uyğunsuzluğu. Ona görə də düzgün cavab olacaq D variantı.